Və aleykum assalam, rəhmətullahi və bərəkatuhu. Sual verirsən ki, yaşadığımız yerdə, ölkədə, məktəblərdə hicabı qız uşaqlarına qadağa edirlər, hicab geyinməyi ki, hicablı gəlməsinlər. Yəni, belə olduğu vəziyyətdə nə etmək lazımdır? Birincisi, hicab Allahın əmridir. Allah Subhanahu taala Muhammed sallallahu əleyhi və səlləmə əmr edir ki, qadınlarına və möminlərin qadınlarına əmr edir ki, hicablarını geyinsinlər. Allah Subhanahu taala bunu əmr edir və həmçinin İslam dini gəldi, qadını izzətləndirdi, qiymətləndirdi. İslamdan öncə qadınların qiymətləri yox idi. Qadının qiymətlərindən də biri odur ki, özünü örtməsidir. Öz zinətini heç kimə göstərməməsidir, yalnız öz məhrəmlərindən başqa, həyat yoldaşından başqa. Həmin yaşanılan yerdə əgər belə bir şey vardısa da, həmin şeylərə itaət olunmur. Nə mənada? Yəni bu nə mitinqə çıxmaq lazımdır, nə meydanlara tökülmək lazımdır, sadəcə icabını geyin. Əgər səni qoymayacaqlarsa da məktəbə getməyə qoymasınlar. Amma sən onun üçün çıxıb hər hansı bir kütləni müzaharatlara, yəni mitinqlərə çağırmaq, meydanlara çağırmaq bu əməlin sənin düz olmayacaqdır. Ona görə düz olmayacaqdır ki, çünki mitinqlərə çıxmaq bu kafirlərin əməllərindəndir. Sadəcə toplum varsa da, toplum gözəl şəkildə dövlət başçısına bunun üçün gözəl bir ərizə yaza bilər və gözəl şəkildə müraciət edib və onların haqlarının bərpa olunmasını istəyə bilərlər. Onlar əlhəmdülillah xoş olmazsa, yenə də sizlərə icazə verilmir ki, meydanlara düşəsiniz, sadəcə bu məsələdə itaət eləməyin. İtaət də budur, geyməyin, sən icabını geyin. Əgər qoymayacaqlarsa sənin məktəbə getməyə, gedəndə qaytaracaqsa, qoy qaytarsınlar. Yəni bu qədər. Gəlin Allah bilir.